Herkese salam. Keşfetimdə nə qədər takonus videosu gördüm, amma mən ala bilmədiyim üçün, yəni necə sifariş eləndiyini bilmirəm. Ona görə özüm düzəltdim belə. Yəni belə bir labubulu sumka aksesuarı istifadə edirəm. Onsuz özüm almışam hamısını. Bu hədiyyədir. Qara rəngli. Bunu da istifadə edəcəm. Taxacam yəni. Belə bir sırğa. Təbii ki, çox qəşəngdir. Bu arada bunun lap altında öz düzəltdiklərim var, öz əl işlərim var yəni. Onlar da üstdəkilər qutarsın. Keçərik. Bu arada burada da takmam eləyəcəm. Çünki içində taxmadığım çox şey var. İstifadə eləmədim yəni. Bunu istifadə edirəm. Qəşəng bir sırğadır. Baxın. Çox gözəldir. Netdəsə şayət. Netdədir. Çox qəşəng belə bir sırğa var. Bunu əlbəttə ki, istifadə edirəm. Çox gözəldir. Belə bir sırğadır. Burada. Bunu da taxarım. Niyə bu? Telefon öz-özündən gedir. Belə bir qolbaqdır, yaşıl rəngi. Təbii ki də takarım. Belə bir qolbaq taxar. Bunları nə deyirdilər? Yadımdan çıxdı. İstifadə edirəm. Belə bir sepdir. Zərif, incə. Çox qəşəng istifadə edirəm. Telefon özünə gəl. Bunu istifadə eləməyəcəm. Hədiyyədir, sadəcə saxlayacağım, amma taxmıram. Bu da qolma olmadı, çox qəşəngdir, amma olmadı, taxmayacağım. Biraz problem yaşandı, davam eləyək. Belə fırlanır özü üçün, belə istəsəz qara tərəfi, istəsəz belə qızıl tərəfini istifadə edib taxaram. Belə bir sırğadır. Çox qəşəng taxaram. Bu barmağıma böyükdür, taxmayacağım. Niyə almışam onu da bilməm. Bu da əvvəlki sırğanın tayı, istifadə edəcəm. Üstü çıxdı neyini. Bunu da istifadə edəcəm. Çox qəşəngdir. Bu xuruzdan çıxmışdı. Arada taxıram da, çox vaxt taxmıram mən. Qara ip istifadə eləmirəm. Amma bu qəşəngdir. Yəni, bura taxacam. Çox taxmıram. Taxaram. Belə bir broşdur. Yaxa iynəsi, yəni. Çox qəşəngdir. Buna taxaram. Bu hədiyyədir, amma istifadə eləmirəm. Sadəcə durub. Yazlıq belə sırğalardır. Taxaram. Bunu taxmıram. Dolaşdı bu şey. Bunları olsa taxmıram. Bunu taxıram da, bunları taxmıram. Çox qəribə bir şeydir. Bunu taxıram. Komment videolarında görmüşsünüz zaten. Çox qəşəng bir şeydir. Ondan 2 dənədir, ikisini taxıram. Bunları taxıram, amma qaralıb artıq taxmıram. Bunu da taxmıram. Gözümün ucundan xoşum gəlmir mənim ümumiyyətcə. Bunları taxaram, bunları qəşəngdir. Bunu da taxıram, çox qəşəngdir. Hər şeylə doyur. Bunu da taxaram. Gəldi mənim düzəltdiyim qolbaqlara. Çox qəşəngdir. Yəni, yazlıq qolbağıdır, çox gözəldir. Taxaram, özüm düzəltmişəm. Bu çox böyük eləmişəm deyə taxmıram. Bunun burası sırğa idi. Mən sep düzəltmişəm. Çox qəşəng, təbii ki də taxaram. Çilek qızda axı o idmançı qız var idi, yəni balerin qız. Onun qolbağısına oxşayır. Daha doğrusu onun vibe'ı verir. Və elə düzəltmişəm. Çox qəşəngdir bu da. Bunu da özüm düzəltmişəm. Buna taxaram təbii ki də. Çox qəşəngdir. Bunu da özüm düzəltmişəm. Doğal taş belə mavi rəngli.
Bu da çox qəşəngdir. Bunu da özüm düzəltmişəm əlbəttə, amma çox taxmıram. Mən yenə də özüm düzəltmişəm, o görə burada qalsın. Belə çox qəşəng bir qolbağıdır. Baxın, çox gözəldir. Bu arada belə durur duruşları və hər rəngi var bu arada, hər rəngi. Bəzi rənglərdə 2 dənə düzəltmişəm, amma bəzilərindən bir dənədir. Belə bir inci qolbağı, ucunda lav yazır ürək formasında. Bunu da taxaram. Belə mavi rəngli, çox qəşəng yazlıq bir qolbağıdır. Bunu özüm düzəltmişəm. Bu altdakıların hamısını özüm düzəltmişəm. Belə rəngarəng, çox qəşəng qolbaqlardır. Bu arada sifariş vermək istəsəz yaza bilərsiniz. Bu da frambuazlı bir qolbaqdır. Çilek qızlar frambuaz vibe verir. Çox qəşəngdir. Bu da o bir ara bantikli şeyler var idi, çarımlar, seplər falan. Elə bir şey düzəltmişəm. Çox qəşəng olur. Taxmışam. Bunu nə qədər taxmışamsa, üzü rəngi gedib, yenə də taxıram. Çox qəşəng güllü bir sepdir. Gəldik mənim çilek qızıma. Çox qəşəngdir, baxın. Çox gözəldir. Bunu taxaram. Bunu da mən düzəltmişəm. Bekar qalıb belə şeylər düzəldirəm, Allah haqqı. Bu da belə üzlüyü idi, arxası qırılmışdı. Mən də belə bir şey elədim. Bu da yine frambuaz vibe verir. Çox qəşəngdir. Belə düz, sadə, incili sep taxaram. Və limonlu şəkər. Çox qəşəngdir. Burada da belə ürəklə alma var. Çox gözəldir də bu da. Bunların hamısını bu arada özüm düzəltmişəm. Özümü tərifləyirəm. Qəşəngdir, taxaram. Bu da portakal. Çox qəşəngdir. Baxın. İçində kəpənək var ha. Və az qalıb içində. Bu üzüyü pay veriblər və heç vaxt çıxartmıram, taxıram ona görə. Bir də belə bir sırğa var. Bunu da pay veriblər. Otaq yoldaşım vermişdi, çox qəşəng kəpənəkli, çox gözəldir. İçində də belə incilər var. İnci neydi? Qaşlar var. Bunu da çoxdan düzəltmişəm. Sırf baş hərf, adımın baş hərfi var deyə. Və bir şey göstərəcəm. Baxın, görün, çox qəşəng görünür də. Çilek qız, frambuaz, portakal, limon. Çox gözəldir də. Əsl yaz vibe verir. Mən hamısını özüm düzəltmişəm və 2 gün vaxtımı aldı. Çox qəşəngdir. Hamısını da istifadə edəcəm. Çox gözəldir. Belə istəsəz sifariş verə bilərsiniz. Sizə uyğun da düzəldə bilərəm. Hər kəsin öz rənginə uyğun düzəldərəm. Çox qəşəng. Qolda da çox qəşəng durur, bax. Bu videonun part 2'sini istəsəz ya da başqa takılarımı düzəltdiyim əl işlərini görmək istəsəz yaza bilərsiniz. Taxım taxmayacaqlarım da bu qədərdir. Sağ olun.